Hər birinizi salamlayıram, qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə Dövlət İmtahan Mərkəzinin 2025 coğrafya test toplusundan kainat və günəş sistemi mövzusundan 96 nömrəli test tapşırığının izahını verəcəm. Deməli, sualda bizə deyir ki, günəş 10 şimal enliyində zenitdə olarkən şimal qütb işıqlanma qurşağı daxilində qütb gündüzlərinin müşahidə olunmadığı məntəqələr müəyyən edin. Ümumiyyətlə bizə testdə deyir ki, şərtdə qütb işıqlanma qurşağı daxilində olmalıdır, amma qütb gündüzü olmamalıdır. Biz ilk olaraq bilməliyik ki, qütb işıqlanma qurşağı 66.5-90 paralellərin arasıdır. Deməli, 66.5-90 paralellərin arasıdırsa bu qütb işıqlanma qurşağı, o zaman bu RZT ümumiyyətlə 66.5-90 paralellərin arasına düşmür. Biz bunları avtomatik variantlardan silməliyik. R getdi, T getdi, T getdi, ya B'dir ya da Y'dir cavabımız, ya MF nöqtəsi ya da OK nöqtəsidir. İndi gəlin baxaq hansı enliklərdə qütb gecələri və gündüzləri müşahidə olunur. Günəş 10 şimal enliyində zenitdədir. Biz qütb gündüzlərinin müşahidə olunduğu enlikləri tapmaq üçün Günəşin maksimum düşmə bucağı 90-dan, zenitdə olan məntəqənin enliyini çıxırıq, eləyir 80. Deməli, Günəş 80-90 aralığında, daha doğrusu 80-90 aralığında qütb gecələri və gündüzləri müşahidə olunur. Burada da 80-90 aralığında gündüzlər müşahidə olunursa, deməli M ilə F nöqtələrində isə qütb gecə gündüzləri müşahidə olunmayacaq. Həm də qütb işıqlanma qurşağının daxilindədir. Cavabımız olacaq Y bəndi.